Demek indi ortaqlar, sizlər bilən keyingi paragrafımız, yəni keyingi katta bolğan, əsasi bolğan paragrafımız body B haqqında polini yazıb görəmiz. Body B-də nə yazışımız gərəkədir? Birinci olub bizə experience'imiz haqqında gəpləb ötdük dəfədə. İndi hazır bizə ulada know halimiz, know öyrənişini halat tutman. Aynən şu hafta axırında bulada workshopda. Şulanı bir yanına aytışım gərək. Demək ortaqlar, məndən hazır workshop haqqında expectationlarımı sorab tutduq. Bizə bir dana nərsə bilən çəklənib bilinmiz. Kəmində 2 yoki 3 dana nərsəni mən sanab və səbəbini aytıb bərşim gərək. Məsələn, fotoqrafiya haqqında nə öyrənişini xalim var. Workshopda nə öyrəniş mümkün? Həmməni kəlləsiniz fotoqrafiya deyəndə kameralar bilə işləş gələdi, ya bu məsəl lighting, yəni çıraqlar bilə işləş gələdi. Şu bilən birgəlikdə biz aytışımız mümkün, video editing deyişimiz mümkün. Şulanı know-how durğanlığımın səbəbi və bir yandan özünü sanab ötüb getişim gərək əkən. Demək, body, main body, B. Bunu know deyib getəmiz ortaqla. Bunun giriş kısımları bizə də şunun giriş kısımlarına linkerlərini bərşimiz gərək. Ötdə dərəcədə smoothie oluşu gərək. Smoothie deyəni deməli sözlə bax, moreover, furthermore. Bunlar köpüncə işlətilmədi letterlada. Köpçülük işlətib qoyadı letterlada, furthermore, moreover, bir nərsə də. Aynıqsa paragrafını başına ola işlətilmədi. Bizə nə deyib getişimiz mümkün. Bizə də in terms of deyən söz var. In terms of barəsidə deyən. Bununla bizə işlətişimiz mümkün. Ortaqlar, əgər şunun paragrafını başında gəldi mi, in terms of deyən barəsidə buna işlətişimiz mümkün. Sinonim sifətində, yəni dərəcəsi həm bir xil. In terms of teng buladı. As for. Bundan keyin hər daim gəlişi gərək verb ing və noun. Yoki bu məsələn noun. Ana indi bizə yazamız, devam etəmiz. In terms of barəsidə, nounlanı barəsina gəldik. Bir nərsəyə gəlsək də başlayımızda. Bizə indi öyrənişini halağan nərsələrimə gəldik. In terms of learning, objectives desək dum çok yetədir. Objectives deyən ortaqlı know. Object deyəndə köpçülük nərsəni. Obyekt qod idi. Object unin məs. Object know. Objectni şöyle bizə definition'ı görüb getəmiz. Objective yəni noun'dur. Know da tərcümə etəmiz bizə. The notion of spatial things. Anıq bir nərsələrini təsnifi. Yəni anıq bir nərsənin təsnifi. Mən hazır anıq bir nərsənin fotoqrafiya kursumu və şu fotoqrafiya kursu haqqında düşüncə və təsnif alacaqmamı? Mən şunu aytamam, hazır mən şu fotoqrafiya kursu haqqında şunu düşüncəsini öyrənişə gələdəm bolsam, nə olan öyrənişini halimam? I definitely would like to concentrate on three main areas. Dəfədə aytqanım deyim, bizə kəmində 2 yoki 3 dana nərsəni bərabər tutuşum gərək. Bula nə buladı? Məsələn aytdım, obyektivlara gələdəm bolsa, öyrənişini halıdan obyektivlarıma gələdəm bolsam, mən rastlanam, etibar verişini halıma şu 3 dana nərsə boyunca. Ana bir yandan bulanı sanab getəmiz. Nə olub sanab getəmiz ortaqla? Firstly desək çox gibi oladı. Firstly, no, birinci olub bizə aytışımız mümkün kameralar haqqında. Yeminliyim bizə də ululu kameralar buladı, kuzu video oladı. Şula bilən işləşini halıman, şula haqqında bilim bərişini halıman desək şıqqarni buladı. I hope to gain confidence in aytışımız mümkün. Operating DSLR cameras. Demək ki, ortaqlar DSLR deyən kameralar var bizə də. Yəni toylada buladı, unlu kameralar buladı. Ya bu məsələn şunun bir video alacaqda kaçıstıvası zor bolğan kameralar. Şu kameralarını işləşdə şunun bir yetərliçə bilimin boluşunu, yetərliçə bir konfidensiyan boluşunu ümid etib durubman mən dedim.
İndi şu kameralara mən izah bərk geçişim gerek. Ayniqsa neçə kamera, şu kameranın qaysı aspektları bilan mən işləşini xalayım. Aytışım mümkün bizə in operating DSLR cameras. Aytışım mümkün especially in the use of deməli, şunu adjusting dəli. In adjusting shutter speed, we can say, and ISO. Bula no degan, bula özü texniski sözlə ortaqla. Texniski sözlə, əgər biz işin letterlarımızda, yəni formal letterimizdə texniski söz faydalansak, çotki bal buladı ortaqla, işanın. Bu texniski sözlə, ümid qılaman ki, mən işo DSLR kameralarını işlətişini xalayman, şular haqqında bilim bərişini xalayman və ayniqsa degan söz var balla. Especially in. Köpçilik valla işini işletişte hata etdi. Şunu görüp ötüp getiyle valla. Especially in. Ya bulmasam. Particularly in. Köpçilik şöydəki in predlogunu koymayın getədi. Üzü especially, particularly'dan keyin bizə əgər misal aytıb getəcək bolsaq, düşüntürüş bərib, əsaslab getəcək bolsaq bir nərsəni, bunlardan keyin in predlogu getədi. Doğrudan doğru köpçilik especially dedidən gəpini davam etib getəverədi. Şöyle heç qaçan in predlogunu unutmayalım. Especially'ni ondan mən particularly in-ni işlətsəmən bolardı. Qaysını halasızla işlətəverəsiniz, dərəcəsi bir xil əkən. Demək ki, şulanı işlətişini xalayman və şu haqqında yetərlicə konfidensiya alışını xalayman. Birinci maqsadım şulara barışdan birinci maqsadım əgər. İkincisini alın. Secondly. Firstly dəb başladıq mı? Secondly dəb davam edəmiz. Demək, secondly aytışımız mümkün bizə. Secondly nə olur gənəmiz? Bizə mən şu nərsəni halat tutma, lighting, yəni çıraqla belə işləşini halat tutma. Şunu çox gəlib sentence etişimiz gərək. Aytışımız mümkün bizə. I really deməli. Şunu I want to, şunu çəkək. I want to take, we can say, take advanced techniques for managing both natural and artificial lighting. Bu degan nə olmalı? Mən haliman alışını, yəni egəlləb alışını haliman advanced bolğan, yuqarı dərəcədə bolğan texnikələrini alışını haliman nə üçün indi? Natural bolğanam, yəni təbii bolğanam, suni bolğanam, çıraqla üstündə işləş üçün, şulanı başqarıb biliş üçün mən texnikələrini alışını haliman. Nə üçün indi? Səbəbini aytamiz. Nə üçün bana aynən şu texnika bilə işləşdərur? Bunu bizə as bilən bəri getəmiz ortaqla. As bizə də because-nı sinonimi. Because köpüncə letterlarda işlətilməydi. Letter, tem bolее bizə formal letterdamız. Buna dərəcəsi yuqarı və akademik söz gərək. Yəni as-ni işləsək boladı. As I believe that. Bunlar nə üçün gərək indi lighting? Bizə də çox ki image etiş üçün gərək. I believe that these are essential for producing images of artistic merit. İşte çok ki formula getdi, yəni çok ki söz getdi valla. Bir yandan görəmiz. Qarayın, mən haliman texnikələrini alışını
Chunki men ishonishim bo'yicha, ishonamanki shunga, bu texnikalar juda zarur. Chotki rasmlarni ishlash, ana nechkasini off bilan aytib turibman. Genuine artistic merit degan shu artistlar, ya'ni asl bo'lgan artistlar bo'ladi-ku, ya'ni artistik deganda endi shu rasm chizadigan insonlar. Rasm chizadigan insonlarni ajoyib jihati bo'lgan rasmlarni ishlab chiqarishni xohlayman va shular uchun bu texnikalarimiz muhim ekan. Shuni aytib ketdim. Bizada nechik so'z bor endi bizada. Merit degan so'z bor. Merit deganni ko'pchilik studentlar ma'nosini bilmaydi, biladilar, da xato ishlatadilar. Meritni deydilar, advantage deb ketadilar. Advantage deb aytib, ya'ni writinglarda qo'llab ketadilar. Bu xato. O'ta darajada xato. Meritni to'g'ri bo'lgan varianti the positive quality of a person. Bu narsamiz to'g'ri ekan. Demak, the positive quality of a person degan biror bir insonni yaxshi jihati. Demak, biz aytib turibmiz, artistlarning yaxshi jihati bo'lgan rasmlarni, ya'ni shu rasmlarni ishlab chiqarish artistlarning jihati-ku. Shular uchun muhim bo'lganligi sababli men bu narsalarni o'rganjakman deb turibman. Demak, meritni biza the positive quality of a person deb ishlatsak bo'ladi. Masalan, aytishim mumkin, I have lots of merits. Menda yaxshi xarakterlar bo'lmasa, yaxshi jihatlar ko'p deb aytsam bo'ladi ekan. Demak, endi aytdim, nechun menga bu texnikalar kerakligini sababini ham aytib o'tib ketdim. Ana endi keyingi eng oxirgi o'rganadigan narsam novel. Lastly, we can say chotki rasmlarni ishlatishni xohlayman, ishlab chiqarishni, ya'ni programmalar bilan rasm ishlashni xohlayman va kачествосini yo'qotmay chotki video olishni xohlayman. Deyli, softwarelardan foydalanib va shular haqida yetarlicha bilim oljakman deymiz. Biz aytishimiz mumkin, I am interested in post-production process. Qaranglar o'rtoqlar, bizda post-production process bor, ya'ni post ishlab chiqarish. Post deganda ichine rasm ham kiradi va shu bilan birgalikda videolar ham kiradi ekan. Postda shuning ichine hamma narsa kiradi. Process deganimiz jarayon. Shu post-production etish jarayonni dim qiziqaman. Nishab qiziqaman endi, nima kerak menga shunda? Post-production with some software without compromising authenticity. Bu degan nima o'rtoqlar? Authenticity. Ya'ni men qiziqaman post production etishga, ya'ni post yaratishga qiziqaman, shu jarayonga qiziqaman. Nishatib, bilan, with bilan bir necha software, ya'ni software degani telefondagi applar, ya'ni bir programmalar. Shu programmalar bilan compromising authenticity degan so'z bor. Compromising authenticity degan kачествосini yo'qotmayman. Without bilan birga turibman-ku. Shu narsani videoni ya bo'lmasa postni kачествосini yo'qotmayman, chotki aytib video ishlab chiqarish jarayonida qiziqaman dedim. Shuni aytib o'tib ketdim. Ana endi compromising authenticity-ni biz nima deb aytsak bo'ladi valloh. Compromising authenticity. Buni aytishimiz mumkin. Lose like realness. Ya'ni realni bo'lgan holatini yo'qotmaydi. Ya'ni kачествосini yo'qotish degan o'zi bu. Without ni qo'yganimiz uchun kачествосini yo'qotmasdan narsa ishlab chiqarishni xohlayman dedik. Ana endi biz buni polni main body bini tugatdik. Ya'ni maqsadlarimizni aytib bo'ldim. Nima o'rganishni xohlayman 3-4 narsani terib tashladik. Ana endi va nihoyat biz ending qismina keldik. Ending qismi nima? Tugatish, ya'ni xayrlashish. Bundan nima xohlayman, u mendan nima xohlaydi. Hamma narsani polni letterimiz bo'yicha xulosa etib endingga qo'yamiz. Ending nima yozishni bir yandan ko'ramiz. Demak, ending.
Endingdə birinci bo'lib yana bir dana pozitiv feedback beramiz bizə. Dəfədə aytib getdim, səni dum hurmat etaman, qadırlayman dedik. Ana indi bir də aytışım gerek. Rəhmət yana bir mərtə. Şu şansını bərgənin üçün mənə ya bulmasa, şunu etdirib məni nə desəm болады, experience-mə, nə olanı, öyrənişini xalaşıma qızıqqanın üçün rəhmət deyib yana bir mərtə aytışımız gerek. Demək endingdə thanks, thank you deyişimiz mümkün. Thank you. Once again, yana bir mərtə for tailoring the course, the workshop to like participants needs. Qarang ortaqlar. Mən aytdım, yana bir mərtə rəhmət sana tailoring degan söz var ortaqlar. Tailor to degan nə? Tailor something to deb işlətilmədi bu. Bunu formula etsəkən болады, formula etib öyrənsəkən болады, yuqarı dərəcədəki biror bir fe'l deb öyrənsəkən болады. Demək, bunu sizlərə sinonimi bilan öyrətəmən. Sinonimi bilan öyrətsəm çox güclənəsizlər. Demək, tailor something to something. Teng boladı. Make object to target. Yani biror bir narsani tailor degan asoslanmoq. Biror bir narsani, shu narsani bu narsaga qarab asoslantirish. Yani bir de tutturdu yana bir mərtə rəhmət sana şu workshopni iştirakçılarının ehtiyacına qarab təşkilləşdirgənin üçün dedik. Və şu bilan izin aytalı şans üçün həm də yana bir mərtə aytıb getəli. Dəfədə bizə opportunity deyə bərgə yerimizdə bir də şans deyə bərgə getəmiz. And giving a chance for this enriching and inspiring workshop. Bu degan nə oldu? Və şu kursu şu netdir təşkilləşdirgənin üçün rəhmət və şu bilan birgalikdə şu şans üçün, yəni enriching degan hamma narsa boy içində boy bolğan və ruhlantiruvchi workshopum üçün rəhmət deb aytdıq. Və şu bilan birgalikdə bizə aytışımız mümkün izinə nə deyimiz? İndi bizə aytışımız gerek, özlərimizin adımızı yazıb qaldırışımız gerek. Yəni buna bizə şuna yazalım. Best regards da tüketəmiz. Best regards və adımızı yazamız. Məsələn, let's say Tom dəli. Best regards degan nə üçün best regards yazdınız? Yours faithfully, yours sincerely degan söz var bizədə. Bula işlətilməydi. Bu formal. Formallık üçün best regards degan sözümüz həmmə letter türünə düşədi. Formal mı, informal mı düşədi. Lakin yours faithfully deganlər, bula anlıq bir letterla üçün oylab tapılınğan söz. Bu formal letter, şunun üçün bizə şunçaki best regards'imizdən Tom dəb tükətib qoyamız. Demək, biz öyrənən nərsələrimiz bugün greeting qismından başladı. Bundan ki positive feedback verəmizək. Bundan ki aim, hatımı nəçə yazdırıqman və main body A, main body B və şu bilən birgəlikdə endingdə tükətəmizək ortaqlar. Demək ortaqlar, bugün sizlər bilən writing tasklarını ötdük, yəni formal qismını. Şu bilan birgalikdə sample answer gördük. Kəmində C1 dərəcədə bolğan və şu bilan birgalikdə high level vocab və şuların definitionlarını görüb çıxdıq bugün. Bizəni gözətişdə davam etin keyingi dərslərimizdə. Xuda xalasa ən şikarni bolğan çotki dərslər ötülünədir.